Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Bugün insanı bilirsiniz ki, dünyada baş verən qarma-qarışıqlıqlardan, informasiya axınından kənarda qala bilmir. Niyə? Çünki bizim hamımız, hər birimiz bugün dünyanın insanı bu əlimizdə tutduğumuz balaca ekrandan asılı vəziyyətdədir hardasa. İzləyicilərimiz də gözəl bilirlər ki, bugün Amerika, İsrail, İran qarşıdurması bütün dünyanın diqqətindədir. Yəni, dünyada baş verən digər bütün problemləri, Epstein olaylarından tutmuş, bütün vəhşilikləri, qarşıdurmaları hamısını unutturubdur. Əlbəttə ki, Azərbaycan izləyicisi üçün də kifayət qədər aktualdır. Niyə? Çünki bilavasitə hadisələr regionda cərəyan edir. Məhz bu məsələnin aktuallığını nəzərə alaraq və eyni zamanda informasiya təhlükəsizliyi baxımından hazırki situasiyada ümumiyyətlə müxtəlif informasiya platformalarında media ümumiyyətlə bütövlükdə bu informasiya təhlükəsizliyinə minimum zərərlə çıxmaq üçün nə etməliyik? Qarşıdakı zaman kəsiyində bu və digər suallarla bağlı hamımızın tanıdığı siyasi şərhçi Gülsel Səfərovanı dəvət eləmişəm və əlbəttə ki, onu da xatırlatmaq istəyirəm ki, Gülsel xanımı dəvət etmək də səbəbsiz deyil. Gülsel xanım uzun illərdən bəri Azərbaycanı dünyanın müxtəlif ölkələrində, 50-dən çox ölkədə, həmçinin Avropa İttifaqında, BMT-də, ATƏT-də müxtəlif tədbirlərdə Azərbaycanı çox uğurla təmsil edən siyasi şərhçilərdən biridir. Gülsel xanım, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük, Mətanət xanım. Necə düşünürsünüz? İnformasiya təhlükəsizliyinə toxundum. Hazırki situasiyada, regionda baş verən, dünyada baş verən hadisələrin fonunda informasiya təhlükəsizliyini qorumaq üçün nə etməliyik? Yəni, o qədər informasiyalar var ki, müxtəlif mənbələrdən yayımlanan, istər Avropa mənbələrindən, Amerika mənbələrindən, Türkiyə mənbələrindən, Azərbaycan mənbələrindən, İran mənbələrindən və hansının artıq qeyri-ciddi, fake və ya düzgün olduğu haqqında artıq qərar vermək belə çətinləşib. Təşəkkür edirəm, Mətanət xanım. Olduqca aktual bir mövzudur. Ümumiyyətlə, dünya dəyişir. Dünya dəyişdikcə informasiya resurslarının mənbələri də dəyişir. Əgər 15 il öncəyə kimi biz sosial şəbəkələrdən real, düzgün informasiyanı ala bilirdiksə, mən klassik media alətlərini kənara qoyub bunu deyirəm. Bugün artıq 15 ildən sonra biz görürük ki, müxtəlif resurslardan, müxtəlif mənbələrdən bir fikir qarşılığı vardır. Bu fikir qarşılığından ibarətdir ki, hər bir ölkə özünün informasiya müdafiə mexanizmini qurmuşdur. Pis və ya yaxşı, negativ və ya pozitiv. Həmin ölkə istədiyi saxtakarlıq maşınını işə salır, dünyaya bunu ixrac edir və ya daha düzgün məlumatı da ixrac edir. O baxır həmin o ölkənin milli təhlükəsizlik, milli mənafi aspektlərinə. Bilirik ki, hər bir ölkənin bir milli təhlükəsizlik konsepsiyası vardır. Elə bir ölkə yoxdur ki, dünyada onun milli təhlükəsizlik konsepsiyası olmayan. Həmin milli təhlükəsizlik konsepsiyasına irəli gələrək informasiya təhlükəsizliyi qorunur. Bəzi hallarda saxta məlumat yerləşdirir həmin o milli təhlükəsizliyi qorumaq üçün, bəzi hallarda düzgün informasiya verilir, milli təhlükəsizliyi yenidən bir bənd yaratmaq üçün, milli təhlükəsizliyi qorumaq naminə. Bütün bunlar hansı anlarda baş verir? Qlobal dəyişikliklər baş verəndə, müharibələrdə, hətta sülh məsələlərində. Siz bilirsiniz ki, Azərbaycan artıq son 6 ildə sülh yoluna qədəm qoyub, amma baxın nə qədər dezinformasiya var həm dünyada. Dünyanın əsas media kapitanları Qərbdir. Təsəvvür edin, dünya 7 milyarddan çox olan insan dünya əsas məlumatda bu mətbuat alətlərindən alırlar. Amma əlbəttə ki, burada bu klassik media resurslarından başqa sosial media var. Sosial mediada biz X-i deyirik, Facebook-u deyirik, TikTok deyirik. Amma ən əsası biz indi gəlirik əsas təhlükəyə, hansı ki, milli təhlükəsizliyə də bəzən o bir tendensiyalarla qarşılanır. Mən bu məsələyə də toxunmaq istəyirdim. Bu mövcud hadisələrin fonunda ki, bəli, bugün bilirsiniz, dünya Azərbaycanlıların bir nigarançılığı var. Dünya Azərbaycanlılarından ziyadə biz özümüz çox narahatıq. Çünki güneydə, Cənubi Azərbaycanda olan bizim 40 milyondan artıq insanımız var. Onların həyatı bugün kifayət qədər suallar doğurur, bilirsiniz. Amma bu hadisələrin fonunda hansı informasiya axınına inanmaq lazımdır, hansı informasiya daha doğru cəmiyyətə çatdırılmalıdır. Bu çox önəmlidir. Mətanət xanım, mən Azərbaycan vətəndaşı mövqeyindən çıxış eləyəcəm. Azərbaycan vətəndaşı ilk növbədə ölkə rəhbərliyinin, ali baş komandanlarının çıxışlarını izləyib o istiqamətdən bir yol almalıdır.
Azərbaycan soydaşları dünyanın müxtəlif ölkələrində, amma ən çox qonşumuz olan İranda yerləşir və bu da tarixi bir dəyişikliklər nəticəsində həmin o bizim soydaşlarımız İran ərazisində qalmışlar. Və bugün hətta İran hakimiyyəti tərəfindən də bizim 40 milyon soydaşlarımıza yönəlmiş, Azərbaycana qarşı demək, yəni Azərbaycanla bağlı düzgün informasiya da verilmir həmin o soydaşlarımıza. Yəni bir neçə mən müxtəlif mənbələrdən tərcümə edib ona baxdıqda görürsən ki, Azərbaycanlılar orada da müəyyən bir saxta bir məlumatlarla rastlaşırlar, əsasən Azərbaycanla bağlı. Digər tərəfdən, bugün Azərbaycan vətəndaşı olaraq biz bütün Azərbaycanlılar haqqında düşünürük. Çünki Ali Baş Komandan da bunu söyləyib ki, mən bütün soydaşların Ali Baş Komandanıyam və prezidentiyəm. Bugün Azərbaycan xalqı ümumiyyətlə tarixən bir müdriklük simvolu olub. Bütün dövrlərdə həm döyüşüb, hər zamanda öz dəyərlərinə sahib çıxıb. Mən əminəm ki, orada da lazım olan istiqamətlərdə bizim soydaşlar öz dəyərlərinə sahib çıxır. Amma əfsuslar olsun ki, onlar İran hakimiyyətinin bir saxtakarlıq informasiyasına məruz qalırlar. Azərbaycan kontekstində. Yəni mütəmadi olaraq səhv məlumatlar çatdırılır. Həmin o bizim ən böyük, bu artıq icma deyil. Azərbaycanlılar orada icma deyil. Azərbaycanlılar İranın ölkənin böyük qismini təşkil edən yarı qismini təşkil edir. Biz artıq onları icma deyə bilmərik və həmin o böyük bir qismə yalandan bir çox informasiya ötürülür. Amma təbii ki, bunu bu yaxınlarda cənab prezident də bəyan elədi ki, biz bundan xəbərimiz var, biz bunları bildiririk. Lakin Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında iki əsas məsələ var. Məsələlərdən biri, daha doğrusu bir neçəsi, mehriban qonşuluq siyasəti, ikincisi müttəfiqlərə layal, yəni sədaqətli nümayişi. Bugün Azərbaycan qlobal bir oyunçuya çevrilməkdədir, regional oyunçudur. Qlobal oyunçu nəyə görə deyirəm? Çünki Azərbaycanın müttəfiqləri, Azərbaycanın mehriban qonşuluq siyasətindəki olan aktorlar sözü gedən münaqişədə iştirak edirlər. Və Azərbaycanın mövqeyi kifayət qədər sədaqətli nümayişidir. Həm müttəfiqlərə, eyni zamanda mehribanlıq qonşuluq siyasətinə. Bəli, bu Azərbaycanın milli konsepsiyasıdır. Bəli, milli konsepsiya. Cənab Prezidentin də həyata keçirdiyi siyasətin mərkəzində bu nüans dayanır. Amma siz özünüz də bilirsiniz, müxtəlif informasiya xəbər portallarında və həmçinin sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının da sanki bir fikir ayrılığı izlənməkdədir. Yəqin siz də bunun fərqindəsiniz. Və biraz üzücüdür açığı. Yəni sanki Azərbaycan vətəndaşı və xüsusilə sosial şəbəkə istifadəçiləri və təəssüf edirici məqam ondan ibarət ki, bura media mənsubları da qoşulublar və media mənsubları arasında bir ziddiyyət yaranıb. Siz çox haqlı olaraq toxundunuz ki, bəli, Azərbaycanın milli konsepsiyası var və bu milli konsepsiya istiqamətində informasiya axını düzənlənməlidir. Bəli. Mətanət xanım, o qədər həssas bir məqama toxundunuz. Azərbaycan bu regionun ayrılmaz bir hissəsidir. Mən bunu deməkdə, bu əlbəttə ki, bir metafora deyil, bu hər kəsin bildiyi bir məsələdir. Amma Azərbaycan həm də Cənubi Qafqazda lider bir ölkədir. Həm iqtisadiyyat baxımından, həm də sülh çarçısı olaraq. Və Azərbaycan ümumiyyətlə 30 il ərzində 2 dəfə müharibə həyata keçirib. Birində taktiki, belə deyək, geriləmə demək, biz müəyyən bir şəraitə uyğun olaraq uduzmuşuq. İkincidə mütləq bir müharibədə qalib gəlmişik və bu bizim haqq bir səsimiz olub. Digər tərəfdə regionda olan baş verən münaqişə isə sözü gedən ABŞ, İsrail, İran arasında olan bir münaqişə, hərbi əməliyyat mı deyək, müharibə mi deyək, bu əslində Azərbaycana aid olmayan bir məsələdir. Və mənə çox maraqlı gəlir ki, bəli, biz regionun bir parçasıyıq, amma bu münaqişənin tarixi, kökü, ən əsası motivi, mövqeyi Azərbaycanın milli təhlükəsizliyinə, milli mənafeyinə tamamilə kənarda qalan bir şeydir. Çünki az öncə mən sizə söylədim, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında mehriban qonşuluq siyasəti, eyni zamanda müttəfiqlərə sədaqətlik. Biz onu regionun ayrılmaz bir parçası olaraq bunu nümayiş etdirdik. Amma bilavasitə bizi ora müdaxilə eləmək, həmin o münaqişəyə müdaxilə eləmək, söhbət hərbi əməliyyatdan getmir. Söhbət informasiyadan gedir. Bəli. İnformasiya müharibəsində bizi o münaqişəyə daxil eləmək, həmin o informasiya münaqişəsinə, o düzgün deyil. Azərbaycan Respublikasının, Azərbaycan belə deyək də rəhbərinin bir mövqeyi var və o mövqedən çıxış eləyib bu informasiya təhlükəsizliyini qorumaq
bizim yeganə çıxış yolumuzdur. Konkret olaraq informasiya təhlükəsizliyinin qorunmamasının fəsadları nə ola bilər? Fikir ayrılıqları, cəmiyyətdə ümumiyyətlə bir neçə fikirlərin bölünməsi, bununla da insanlarda çaşqınlığın yaradılması və insanlarda fərqli düşüncənin yaranması bu normaldır. Biz demokratik mühitdə yaşayırıq. Amma insanlarda çaşqınlıq yaradılması, yanlış informasiyaların doğru kimi təqdim olunması, doğru kimi təqdim olunması bu artıq regionda bir həssaslığı daha da artırır. Çünki Azərbaycan xalqı hər zaman düzgün informasiya ilə işləməyə layiq bir vətəndaş olub. Mən həm də media mənsublarını deyirəm. Lakin indiki məsələdə müxtəlif media mənsublarının, siyasətçilərin fikir ayrılıqları bu artıq bir növ çaşqınlığa səbəb olur. Çünki hər bir siyasətçinin, media qurumunun bir kütləsi var və həmin o kütlə balaca, böyük fərqi yoxdur. Həmin o kütlə onu dinləyir və onu yenidən də başqa bir formada ixrac eləyir. Biz ona görə də Azərbaycan maraqları naminə çıxış eləsək, ortalıqda bir münaqişə var, Azərbaycanın mövqeyi var, humanitar mövqeyi var, müttəfiqlərə sədaqətlilik var və Azərbaycanın qonşularına, ərazi bütövlüyünə hörmət var. Biz bu kontekstə yanaşmalıyıq. Bu kontekstə yanaşanda artıq bütün daşlar yerinə oturur və burada əlavə yanlış informasiya axınına yer olmur. Süni intellekt bilirsiniz, xüsusilə son illərdə hər birimizin həyatına artıq müdaxilə etməkdədir. Süni intellekt ümumiyyətlə yeni bir, hələ insanlar öyrənir. Düzdür, mən 7-8 il öncə Avropanın bir şəhərində süni intellektin artıq necə irəlilədiyini görəndə artıq başa düşdüm ki, dünya onun əlində olacaq. 5 ildən sonra biz tamamilə başqa bir dünya görəcəyik informasiya texnologiyaları baxımından. Süni intellektdə müsbət tərəfləri var, mənfi tərəfləri var. Necə ki, sosial şəbəkələr. Sosial şəbəkələrdən biz müsbət mənada istifadə edə bilərik, amma milyonlarla insan onu mənfi mənada istifadə edə bilər. Hər istiqamətdə deyirəm. Eləcə də süni intellekt. İstifadə də olunur. Bəli, süni intellekt dünyaya yarandı ki, insanlara bir kömək məqsədi ilə olsun. İnsanların potensialını daha da açsın və insanlar 5 işi bir arada görə bilsin. Onu süni intellektə həvalə edilsin. Amma biz bugün nəyi görürük? Biz görürük ki, müharibələr kontekstdən çıxarılıb, insanları kontekstdən çıxarıb, istədiyi şəkildə fikirlər söylənilir və yalan, saxta bir informasiya adı altında süni intellektdən istifadə edilir. Bunun qarşısını almaq üçün xalq olaraq, sadəcə olaraq bir birlik göstərib, bütün buna qarşı bir sözlə irəli getməliyik. Bunun da qarşısını yalnız ictimai xadimlər, siyasətçilər, dövlət qurumlarında fəaliyyət göstərən media qurumları, hökumət, xalq yenə birlik göstərib bunun qabağını almalıdır. Bu birliksiz süni intellekt çox irəliləyəcək. Yəni bu deməkdir ki, dünyada baş verən proses, regionda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının hər birinin üzərinə çox böyük məsuliyyət düşür. Doğrumu? Bu vətəndaş məsuliyyətidir ki, biz buradan da izləyicilərimizə söyləmək istərdik ki, bəli, bu məsuliyyəti heç vaxt unutmamalıyıq. Sizlə biz burada müsahibə və veriliş aparırıq. Amma süni intellekt o qədər inkişaf edib ki, kontekstdən çıxarıb yeni bir Mətanət xanım, yeni bir Gülsələ xanım icad edib bizim tamamilə fikirlərimizi başqa istiqamətə eləyə bilərik. Amma biz bir vətəndaş kimi, bir media qurumu kimi, siyasətçi kimi sizin sözünüzə qüvvət bunun qarşısını almaq üçün bir hərəkət eləməliyik. Hər kəs öz məsuliyyətini dərk eləməlidir. Dərk edildikdə artıq bunun qarşısı İstər-istəməz informasiya təhlükəsizliyinin qarşısı alınır. Mən təşəkkür edirəm sizə. Vaxt ayırdınız, gəldiniz və suallarınızı cavablandırdınız. Çox önəmli bir məsələ idi və əlbəttə ki, könül istər ki, ən yaxın günlərdə biz sizinlə bərabər bu savaşın tamamilə bitdiyini buradan tamaşaçılara elan edək və sizin fikirlərinizi bölüşək. Təşəkkür edirəm. Bu qədər növbəti müsahibədə sizinlə görüşəcəyik. Salamat qalın.